Qoç, şərli gün olacaq. Ən kiçik fürsəti də dəyərləndirməlisiniz. İşgüzar müzakirələr istədiyiniz razılaşmalarla başa çatacaq. Lakin son günlərin gərgin iş rejiminə görə sağlamlığınızın qayğısına qalmağı unutmamalısınız. Buğa, günün birinci yarısına qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyi üçün tədbirli olmalısınız. Bunu bacarsaz, ulduzlar sonraki müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz. Əkizlər, maliyyə məsələlərində uğur qazanacağınız gözlənilir. Ona görə də əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam saatlarını ailə üzvlərinizlə keçirin. Xərçəng, bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdən ətrafınızda olanların xəyanəti ovqatınızı poza bilər. Odur ki, özünüzü bir qədər təcrid etməyiniz məsləhət görülür. Lakin depressiyaya düşmək olmaz. Qarşıda sizi böyük işlər gözləyir. Şir, ulduzlar istirahətə daha çox vaxt ayırmağı tövsiyə edir. Ağır fiziki və zehni işlərə girişməyin. Axşamüstü qonaq getmək, rəfiqənizlə gəzintiyə çıxmaq, əylənmək olar. Qız, maliyyə vəziyyətiniz imkan versə, özünüzə təzə geyimlər alın. Çünki uzun müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə alidə olmamağı, risklərdən qorxmamağı tövsiyə edir. Tərəzi, ümumi narahatlığınız olsa da bu əhvalınızı korlamayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq. Əqrəb, böyük bir bəladan qurtulmusunuz. Hər hansı müqəddəs yeri ziyarət etməklə, kimsəsizləri sevindirməklə böyük savab qazanmış olarsınız. Axşam maraqlı insanlarla görüşünüz mümkündür. Oxatan, ulduzlar rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bugün sizə maraqlı insanlarla təmasda olmaq vacibdir. Tənhalığa meylinizi bir kənara qoymağın vaxtıdır. Oğlaq, ümumilikdə qənaətbəxş gündür. Xüsusən də günorta saatlarında xoş bir hadisə ilə qarşılaşacaqsınız. Ailə üzvlərinizlə, həmkarlarınızla mehriban davranın. Unutmayın ki, günün xoş keçməsi böyük mənada mehriban münasibətlərdən asılıdır. Dolça, səhhətinizdə və fəaliyyətinizdə problemlər gözlənilsə də işləriniz uğurlu olacaq. Hətta günün ikinci yarısında əlavə gəlir qazanmaq imkanınız var. Ulduzlar axşam saatlarında gəzinti və ya dostlarla görüşü məsləhət görür. Balıqlar, həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Uzaq yola çıxsaz ehtiyatlı olun.